Müzakirə edəcəyim bir mövzu var. Təbii ki, böyük bir şirkətdir, Sonar Farm şirkəti. Onunla bağlı bəzi açıqlamalarım olacaq. Mən bu belə hallarla, yəni hər birimiz ən çox filmlərdə rastlaşırıq ki, insan axşam yatır, səhər durur görür villası satılıb, evi satılıb, şirkəti, avtomobili. Amma mən düşünürdüm ki, bizdə belə hadisələr baş verməz. Amma ictimailəşmiş bəzi materiallar var. Sonar Farm dərman şirkəti ilə bağlı. Mən görürəm ki, bu hallar bizdə də yaşanır. Bu açıq deyim ki, Sonar Farm şirkətini yaradan Mahirə xanım Əsədovadır. Gözəl xanımlardan birisidir. Yəni mən düşünürəm ki, biz Azərbaycanda iş xanımlarımıza həmişə dəstək olmalıyıq. Onları dəstəkləməliyik, kömək etməliyik. Yıxılanda kömək etməliyik, çiynimizi, qolumuzu onlara sökəməliyik ki, ayaq üstə durmağı bacarsınlar. Mahirə Əsədova Sonar Farm şirkətini yaradanlardan birisidir. Bu böyük bir dərman şirkətidir və demək olar ki, dünyanın bir çox ölkələrində tanınır, o cümlədən də ki, Türkiyədə. Elə ona görə Türkiyədən vəkil artıq özü könüllü surətdə gəlib Azərbaycana rəsmi olaraq məktublarla bir çox güc nazirliklərinə, məsul şəxslərə müraciət edib ki, məhz Sonar Farm şirkətinin hüquqlarını və Mahirə Əsədovanın hüquqlarını mən müdafiə edəcəm. Mahirə Əsədova axşam yatıb, səhər durub görüb ki, artıq onun şirkəti satılıb. Şirkətin qalığı, mal qalığı 21 milyon yarımdır. Şirkəti satıblar 300 min manata azeyinlə. Şirkəti kim alıb? Mən araşdırma apardım, açıq inanmağım gəlmədi. Robert Eyyubov. Və məlum oldu ki, Robert Eyyubov bizim çox gözəl tanıdığımız, hörmət etdiyimiz ağsaqqalımız Bəylər Əyyubovun qardaşı oğludur. Mən həmişə Bəylər müəllimlə bağlı xoş sözlər eşitmişəm. Onun anasıyla da bağlı həmişə xoş sözlər eşitmişəm ki, insanların yanında olublar, dəstək olublar, çörək veriblər, problemlərini həll ediblər. Və mən eşidəndə ki, Robert Eyyubov Bəylər Eyyubovun qardaşı oğludur, açıq inanmağım gəlmədi. Və Robert Eyyubov bu şirkətin yaranmasında heç bir əməyi olmayan, zəhməti olmayan bir şəxsdir və gəlib şirkəti 300 minə bunlardan alıblar sənədlə. Sənədləşmə də olub 53 saylı notariusda. Təbii ki, o 53 saylı notariusda məsuliyyət daşıyır, o da cavab verməli olacaq. Mahirə Əsədova şirkəti yaradanda digər bir insan, Elnur İskəndərov şəriki olub. Yəni, bunlar bu işi şərikli edirlər. Hal-hazırda Elnur İskəndərov həbsxanadadır, 1 ilə yaxındır, cəza çəkir. Təbii ki, ondan alıblar. Orada ona təzyiqlər olub, yəqin təhdidlər də olub ki, o imzalayıb, şirkəti verib Robert Eyyubova. O 300 mində məhz Sonar Farm şirkətinin pulu olub. Oradan o pulu götürüb veriblər həmin şərikə, Mahirə Əsədovanın şərikinə. Təbii ki, yenə də deyirəm, birinci xanım Mehriban xanım, bizim gözəl Mehriban xanım Əliyeva, bizim gözəl xanımımız daima xanımlara dəstək olub, xanımların yanında olub. Mən düşünürəm ki, o bilsə ki, Mahirə Əsədovaya qarşı bunları ediblər, mən düşünürəm ki, o da bir narahat olacaq. Ona görə də mən düşünürəm, yenə də deyirəm, düşünürəm, necə ola bilər ki, başqasına aid olan bir şirkəti onun xəbəri olmadan alırsan. Halbuki bu qeyri-qanunludur. Artıq Türkiyədən yenə də deyirəm, gəlibdir Sonar Farm şirkətinin hüquqlarını müdafiə etmək üçün İbrahim Köçlərə artıq Azərbaycandadır, rəsmi müraciət edib, onun təkliflərini qəbul ediblər. Təbii ki, lazım olacaq, digər ölkələrdən də vəkillər gələcək. Bu prosesdə iştirak edəcək ki, qeyri-qanuni bir qadının əlindən 21 milyon yarım qalığı olan dərman şirkətini necə almaq olar? Mən düşünürəm ki, belə nəsildən, belə Bəylər Eyyubovun
belə səxavətli, çörək verən, humanist, vətənpərvər, xalqını sevən bir insanın qardaşı oğlu bunu etməz. Mən belə düşünürəm. Robert Eyyubov, sizi də dinləməyə hazırıq. Deyin də, bəlkə əsaslar gətirəcəksiniz ki, biz buna görə bu şirkəti almışıq Mahir Əsətovadan və Elnur İskəndərovdan. Əsaslandırın, biz də sizin yanınızda olaq.